İzləyicilərimiz, kanalıma xoş gəlmisiniz. Mən mental aritmetika müəlliməsi Gülnər Əliyeva. İzləyicilərimiz, bu bizim ilk videomuzdur və bundan sonra videolarımız da olacaq və paylaşımlarımız da olacaq. Həm Instagramda, həm YouTube'da. Sizdə də tək istəyim mənə dəstək olmanızdır. Kanalıma abunə olun və videolarımı bəyənin. Keçək əsas məsələmizə. Əsas məsələmiz nədir? Mental aritmetika nədir əzizlərim? Mental aritmetika beynin sağ və sol yarımkürəsini çalışdırır, riyazi təfəkkürü artırır, diqqət zəifliyini aradan qaldırır. Mental aritmetika 5-15 yaş arası uşaqlar üçün tərtib olunmuş dərsdir. Deyək ki, uşağınız riyaziyyatda çox zəifdir, hesablamanı bilmir, toplama, çıxma, vurma, bölmə bunda çox zəifdir. Mental aritmetika sizin köməyinizə çatacaqdır. Əzizləyicilərimiz, tam da zamanıdır əslində. Yay başladı, yay tətili. Yay tətilində hazırlıqlar daha yaxşı olar. Uşaq diqqətini tam mental aritmetikaya verər. Elə siz özünüz də deyək ki, evdar xanımsınız, çalışmırsınız. Mənim kimi siz də mental aritmetika müəlliməsi ola bilərsiniz. Dərslərimiz qrup və fərdi şəkildədir. Bu arada dərslərimiz onlayndır. Qrup şəklində uşaqlar üçün 6 nəfərlə hazırlaşdırıram, 6 uşaqla. Müəllimələrdə isə qrup şəklində 4 nəfərlə. Belə əzizlərim, müəllimlərdə də dərsimiz bitdi deyək ki, sertifika alırsınız. Yerli sertifika, yerli diplom və beynəlxalq sertifika və beynəlxalq diplom. Hansını istərsinizsə. Uşaqlarda da həmçinin dərsimiz bitdisə, yerli sertifika ilə tərtib edirik. Belə əzizləyicilərim, nömrəmi aşağıya qeyd edəcəm. Daha doğrusu nömrəm olacaq aşağıda. WhatsApp-dan, qeydiyyatdan keçin, dərslərimizə başlayaq. Siz də mənim kimi mental aritmetika müəlliməsi olun və yaxud da mental aritmetika öyrənən şagirdlərimdən biri olun. Görüşərik.